Deyirəm ki, hayf dölüdür bu köhnə icra başçımız. Hayf ondan çıxartdılar. Təqsir özündə idi və ağ eləmişdi. 100 milyon da pul oğurlayarlar. Düz deyirsən də. Bizim kimi xırda 10-15 milyon qoy cibinə. Rahat yaşa da elə. Yaxşı, indi bu təzə başçı nə vaxt gəlir? Deyirlər bugün gəlməlidir. Hadi görəsən kimi tən eləyiflər. Valla belə tanışdan sonraqlaşmışam. Hələ heç kimin bir məlumatı yoxdur. Kim olur olsun, təki bizə dəyməsinlər. Hadi sakit. O da gəldi. Bibip, 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 bibip. Salamünaleyküm müəllim. Xoş gəlmişsiniz müəllim. Əcəb şirin balanız var müəllim. Allah saxlasın. Nə Bu tip bala nə deyil, qəşəng nə baladır bu elə. Bağışlayın. Mən sürücüyəm. Yeni icra başçınız budur. Get, akşam saat 6'da gelersin dalınca. Baş üstə atam oğlan müəllim. Ne bakırsınız? Bilmirsiniz ki indi her yere cavan kadroları təyin eləyirlər. İndi biz bundan nətər danışacağıq, hə? Nətər dil tapacağıq, hə bundan? 27 ildə 6 icra başçısı ilə nə tərdil tapırdınsa, bundan da eyni də nə? Atam oğlan müəllim, bəri başdan icazə verin sizə elə atam müəllim deyin. Olar. Salamünaleyküm atam müəllim. Xoş gəlmişsiniz müəllim. Həmişə siz gələsiniz müəllim. Kollegalar ərzəmi yazıb çıxıram işdən. Niyə? Mən hər gün bunun qabağında belə əlsəm, qarnım partlayacaq. Əmilə, siz kimsiz? Biz, şəxsən mən sizin birinci müavininizəm. Mən birinci muavinin birinci muaviniyəm. Mən də Allah birinci maviləm. Danışın görək, bütün günü nə işlə məşğulsuz? İcra hakimiyyətində işiniz nədən ibarətdir? Atam müəllim, sizə qurban olum. Allah sizi bizim rayonumuzun üstündən əski eləməsin. Allah sizə can sağlığı versin. Balalarımız sizin əllərinizdən öpür. Siz ki varsınız bu dövlətə, Ay əmi, soruşdum işiniz nədir? Elə açığı əsas işimiz də bundan ibarətdir. Bütün günü sizi tərifləmək, danışdığınız mənasız anekdotlara da cırılıb gülməkdir. Yeni icra başçısı gəlib bizim rayona. Qədəmləri xoş olsun, qulluq edək biz ona. Ay hörmətli başçımız. Bir dəqiqə. Siz niyə şeir oxuyursunuz? Atam oğlan müəllim. 27 ildir ki, rayonumuzun tədbirlərində uşaqlar böyüklərə şeir oxuyurdu. İndi də belə baxıram ki, biz böyüklər uşaqlara şeir oxuyacaq. Orada çıx bayra, şeiri orada oxu. Orada niyə müəllim? Çünki biz uşaqlar sizi çöldə saatlarla gözləyirdik. Sonra tədbirlərdə soyuqdan dona sizə şeir oxuyurduq. Çıx, başa düşərsən nələr çəkmişik. Neyse, bugündən hər şey dəyişir. Yeni sistemle işləyəcəyik. Atam müəllim, siz nə desəz bizim üçün qanundur. Birincisi, biz bütün günü oyun oynayacağıq. Tam oğlan müəllim, axı bura uşaq bağçası deyil. Biz burada oyun oynamırıq. Oynamırsınız? Bəs bu illər ərzində cəmaatın taliyi ilə oynayan kim olub? Mən? Bağışlayın, atam oğlan müəllim. Bir də təkrarlanmaz. Yaxşı. Başqa hansı oyunları bacarırsınız? Gizdən paçı bacarırıq. Gizdən paç? Bəli, atam müəllim. Deməli, bu qəbul günlərində ki, vətəndaşlar gəlir bizim yanımıza, biz onların əlindən gizlənirik. İnanın ki, 27 ildə hələ bir də vətəndaş bizi tapmayıb. Yaxşı, gəlin onda. Maşın oynayaq. Maşın nədir? Bizim axı indi o yaşımız deyil. Lap elə o yaşımızdır. Bax, bir maşın özündə, bir maşın arvadında, bir maşın qızında, bir maşın Bakıdakı oğlunda, bir maşın da Londonda oxuyan oğlunda.
Mən hələ qarajdakı maşınları demirəm. Maşın deyil. Maşın. Atam oğlan müəllim. Söz veririk ki, hər şey düzələcək. İstədiyiniz bütün oyunları elə burada oynaya bilərik. Lap uşaq bağçasındakı kimi. Yox, uşaq bağçalarını heç vaxt sevməmişəm. Niye ay bala? Ay bala neydi? Atam benim baktın niye sevmirdiniz? Çünki orada yeyəndən sonra yatmaq lazımdır. Size kurban olun böyle burada da aynı sistemdi de. Yedinse mütlak yatacaksan da. Yox, mən nağılsız yata bilmirəm. Onda gəlin biz sizə nağıl danışaq. Bilirəm sizin o nağılları. Büdcədən 2 milyon ayırdılar. Biri var idi, biri yox idi. Eşidirsiniz məni? Bütün o pulları kasıblara qaytarmaq lazımdır. Kasıblar? Kasıblar? Kasıblar nədir müəllim? Maaşdan maaşa özünü güclə dolandıran, tikdiyimiz villaların 15 metrlik hasarlarının o tayında yaşayan, istənilən bədbəxt hadisədə haqlı olduğu halda neprav çıxarılan, ali savada ola iş tapa bilməyib fəhlə işləyən, çünki onların yerində sizin savadsız qohumlarınız işləyir. Kreditlərini ödəmək üçün oğlunu 3-4 dəfə sünnət elətdirən vətəndaşa oğlunu 3-4 dəfə sünnət elətdirən vətəndaşa kasıb deyilir. Öyrənin, sabah soruşacağım. Atam oğlan müəllim, yanınıza gələn var. Gəlsinlər. Atam oğlan benim. Atam benim başlayın. Bunlar kimdir? Bu mənim bacım. Bu mənim qardaşım. Bu dayı oğlu. Bu bibi qızı. Bu da xala qızı. Bir sözlə icra hakimiyyətimizin yeni işçiləri. Bədi atam oğlan müəllim. Əbəs səhərdən düzgünlükdən danışırsınız. Ay, belə ədalətli olmaq lazımdır. Ay, qanuna belə riayət eləmək lazımdır. Nə oldu bəs? Ay müəllim, biz cavanlar gözümüzü açıb belə görmüşük. Necə öyrədirsiniz, elə də edirik. Gəlin adətimizi pozmayaq. Yok. Atam oğlan müəllim, balaca yaddan çıxdı. Bu da mənim balaca qardaşım. Birinci mavinim olacaq. Ne? Birinci. Birinci. Bu ki laf körpədir müəllim. Əladır da. 27 il siz işləmsiz, 77 ildə qoy bu işləsin. Vasif, Vasif. Vasif eşitmirsen bu. Çayın qırağında besetka düzəltdi. Ətdə başçı gəlir yeyib içməyə. Bəs nə? Sən də bizi ilə gel. Mən mi? Yox, sən. Müəllim, mən ac deyiləm, valla. Gəl, şeir oxuyacaqsın mən. Tişkə bax. Ben de başka şeyler.